1 oktyabr tarixindən etibarən ictimai nəqliyyatda yeni tariflər qüvvəyə minir. Qərara əsasən, metroda və yalnız nəqdsiz ödəniş sistemi ilə fəaliyyət göstərən, həmçinin elektriklə işləyən müasir avtobus marşrutlarında sərnişin daşımanın aşağı həddi 60 qəpik müəyyən olunub. Dəyişiklik bütün metronu əhatə etsə də, avtobus şəbəkəsində bu artım yalnız texnoloji tələblərə cavab verən nəqliyyat vasitələrinə şamil ediləcək. Qalan avtobuslarda qiymət eyni olaraq qalacaq. Yeni tariflər Bakı-Sumqayıt, Bakı-Abşeron, Sumqayıt-Abşeron və digər bölgələrarası marşrutlara da aiddir. Lakin burada da şərt dəyişmir. Yalnız nəqdsiz ödəniş, müasir texnologiyalara cavab verən və 2025-ci ildən sonra istehsal olunmuş dizel avtobusları da bu tarifə daxil olacaq. Bu qərarın əsas məqsədi daşıyıcıları nəqdsiz sistemə keçidə təşviq etmək, gələcəkdə isə diferensial tarif sisteminin tətbiqinə texniki şərait yaratmaqdır. Yəni, daha müasir və ekoloji nəqliyyata keçid etdikcə gediş haqqları da tədricən tənzimlənəcək.